Bunun dadın başqa yeməklərlə səhv salmaya, bu başqa aləmdir. Bu gördüyün qaymaqlı, göbələkli hinduşkadır. Həmişə bu prensesi odun hissində ocaqda bişirmişəm. Amma bu gün tərsliyinə düşüb dedi ki, rast ki şəhərə qonaq gəlmişəm, bir qaymaq, göbələk görsün gözləri. Bu xahişindən sonra hinduşkanı da fermer Azaddan aldım. Bu Azad qardaş da gözləri mətbəx gözləyən çoxlu qaz, ördək, hinduşka və çolpaları var ki, hamısı da organik yollarla böyüyür. Özünün belə səliqə ilə doğramağına şübhə edəcəyin doğrama texnikasında gələn videoda sənə göstərəcəm, narahat olma. Prensesi qoydun qaynamağa, duz da tök suyuna. Ağır çuğun tavada təmiz nəhər ayağın əridib, qaynadılmış və yumşaldılmış hindin də atıram qızarmağa. Daha danışmağa ehtiyacı yox idi deyəndə də danışmadım. Sarımsaqları da vurandan sonra üzərinə qaymağını əlavə edirsən, südlə də biraz açsan, qaynar su ilə də aça bilərsən. Hə, belə dostlar, hinduşkamızı da arzusuna çatdırdıq. Allah bütün arzusunda olan hinduşkalara qismət eləsin. Hazırlayan hər kəsə nuş olsun, sağ olun.